ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Tövhid kitabını devam ettiririk ve müellif rahimehullah yeni bir bölüm açır ve buyurur ki: Babun ed-dua'u ila şehadeti en la ilahe illallah. La ilahe illallah şehadetine çağırış. La ilahe illallah şehadetine davet etmek bölümü. Yani burada yani tövhide, dini yalnız Allah'a ait ederek ibadet etmek ve həmçinin tövhidin fəziləti, savabının yani büyüklüğü hakkındadır. Ve İmam rahimehullah yani müellif rahimehullah yani bu bölümleri açmakta, bölümleri getirmekte yani oldukça dikkat yetirmiştir. Yani birbirine münasip, güzel şekilde, tedricen ve məqsədə uygun şekilde tertip etmiştir. Ve bundan önce qeyd olundu ki, birinci tövhidin vacibliği hakkında bölüm açır. Sonra tövhidin derecesi, savabının büyüklüğü, sonra həmçinin tövhidin fəziləti ve hansı günahlara kəffarə olması, yani hansı günahların silinməsinə səbəb olması ve bundan sonra yine bölüm açır ki, tövhidi gerçekleştirmek. Yani kim tövhidi gerçekleştirərsə, doğruldarsa sorğu-sualsız ve əzabsız cənnətə girəcəkdir. Və tövhidi gerçekleştirmek de şirkin qarışıqlığından təmizləməkdir, bidətlərdən və həmçinin asiliklərdən təmizləməkdir. Və sonra onun əksi olan şirkdən çəkindirmək, şirkdən qorxu haqqında bölüm açır. Çünkü insan tövhidi gerçekleştirirsə, şirkdən qorxmalıdır. Çünkü şirk günahlar içərisində ən təhlükəli və ən büyük günahlardandır. Ve sonra insan bunu kamilleştirdikten sonra, yerine getirdikten sonra ve həmçinin əksi olan şirkdən xilas olduktan sonra başka bir mərhələ gəlir. Onda insan artık bu yaşadığı tövhidi, öğrendiğini başkalarına öğretməlidir. Yani insanları bu əzəmətli xeyrə çağırmalıdır. Yani insan öğrenir, gerçekleştirir ve özü artık bu xoşbəxtçiliyi, səadəti əldə edir ve bundan sonra o əldə etdiyi ləzzəti çalışmalıdır ki, başkalarıyla da bölüşsün, o xeyri başkalarına çatdırsın, öyrətsin, bəyan etsin, nəsihət etsin. Və həmçinin yəni müəllif rahimehullahın belə bir tərtibatında da belə bir qeyd vardır ki, elm dəvətdən əvvəldir. Deməli, bura qədərki bölümlərdə yəni elm keçir və həmçinin indi isə dəvət gəlir. İnsan birinci öyrənməlidir, öyrəndikdən sonra dəvət gəlir. Öyrənmək, başa düşmək, fəhm etmək, sonra əməl etmək, sonra başqalarını öyrənib əməl etdiyinə çağırmalıdır. Elə insan birincidən dəvətə keçməli deyil, yəni öyrənməmiş. Əgər insan belə edərsə, yəni elm üzərində olmazsa onun dəvəti, bəsirət üzərində olmazsa, yani bu onun dəvətinin üzərində zərərlər, fəsadlar hasıl olacaqdır. Yani onun xeyrindən zərəri daha çox olacaqdır. Necə ki Ömər ibn Abdüləziz rahimehullah deyir ki: "Mən abadallaha bi gayri ilmin kana ma yufsidu akthar mimma yuslih." Kim Allah'a elimsiz ibadet ederse, ibadet yani elim üzerinde olmazsa onun körlaması, verdiği fesad düzəltdiyindən daha çox olacaqdır. Və eynisi də dəvətdə də deyilməlidir. Necə ki, ibadət elmsiz olmadığı kimi, dəvət də elmsiz olmamalıdır. Kim Allahın yoluna elmsiz çağırarsa, onun körladığı daha çox olacaqdır. Yəni, düzəltmək əvəzinə daha çox körləyəcəkdir. Və bidətlərin, zəlalətlərin, müxtəlif növ, yəni xurafatların, cəfəngiyatların yayılmasına səbəb nədir? Elmsiz olan dəvətdir. Bəsirət üzərində olmayan dəvətdir. Və buna görə də insanın üzərinə ilk düşən öyrənməkdir. Bəsirət üzərində olmasıdır. Sonra əməl etməsidir. Sonra başqalarını buna çağırmasıdır. Necə ki Allah Teala buyurur Muhammed surəsi 19-cu ayədə: "Fa'lam ennehu la ilahe illallah ve estağfir li zembik." Bil ki Allah'tan başqa ibadətə haqqı olan məbud yoxdur və sən günahının bağışlanmasını dilə. Və burada Allah Teala söz ve əməldən əvvəl elmlə başladı. Yəni sözdən və əməldən əvvəl elm gəlir. Danışmazdan əvvəl, əməl etməzdən əvvəl insan bilməlidir.
Və müəllif rahimehullahın da bu kitabda, Tövhid kitabında gətirdiyi bu bölümlər, bu tərtibat və qısa və bəlağətli şəkildədir və elə bil ki, eynilə Əsr surəsinin yəni bir göstəricisidir və bunu da Amr ibn As radiyallahu anhu vəsf etmişdir. Və kəfə bi hüccətən kəmə yunqal edəlikum an Şafi və bu surə hüccət olaraq kifayət edər. Necə ki, bu Şafi rahimehullahdan da nəql olunmuşdur. Fəcəət tərtifi təhəqquqin necə və səlam minəl xusran. Yəni bu Əsr surəsində gələn bu tərtibat nicatın, ziyandan salamat olmağın gerçəkləşməsi üçün gəlmişdir. Allah Teala buyurur: "Vel asr, and olsun asra, zamana, vaxta. İnnel insane lefi xusr." Həqiqətən insan ziyan içərisindədir. İllellezine amenu ve amilus salihat. İman gətirib salih əməl edənlərdən başqa. Yəni burada insan iman gətirib salih əməl etmək, insan öz nəfsini elm və əməl baxımından kamilləşdirməsidir. Və bundan sonra başqa bir mərhələ gəlir və insan öyrənib, əməl etdikdən sonra bilib əməl etdiyini başqalarına çatdırmalıdır. Və burada haradan götürülür? Və təvasav bil haqqı. Yəni haqqı tövsiyə edərlər. Yəni başqalarını buna dəvət edərlər, çağırırlar, həvəsləndirərlər və sonra gəlir və təvasav bil sabr və səbri tövsiyə edərlər. Yəni insan öyrənməli, sonra əməl etməli, sonra Allahın yoluna çağırmalı, sonra bu yolda üz verən çətinliklərə, əziyyətlərə də səbr etməlidir. Yəni ümumən bunların hər birisini həm əməl yolunda, həm elm yolunda və həmçinin dəvət yolunda insana üz verən hər bir çətinliklərə insan səbir etməlidir. Və insanın da elə nicatı, qurtuluşu bundadır. Bilmək, əməl etmək, dəvət etmək və həmçinin bu yolda səbir etmək. Çünki Allah Teala buyurur ki, bütün insan, hər bir insan kimliyindən asılı olmayaraq ziyandadır. Yalnız istisna olunanlardan başqa. Kimlərdir onlar? Elm, əməl, dəvət və səbir. Yəni bu xüsusiyyətlərə gələnlərdir. Kim ki öyrənir, sonra əməl edir, sonra dəvət edir və sonra səbr edir. İnsanın bunlardan olan payı nə qədər çox olarsa və bir o qədər də onun qazancdan olan payı çox olar. Yəni Allah Teala buyurur ki, hər bir insan ziyandadır, yalnız bunlardan başqa. Qazanc buradadır. Yəni əsl, hamı qazanc axtarır, amma Allah Teala buyurur ki, əsl qazanc buradadır. Bilmək, biləndən sonra əməl etmək, sonra çağırmaq, dəvət etmək və sonra yəni səbr etmək. Deməli, insanın bunlardan payı nə qədər çox olarsa, qazanc bir o qədər çox olur. Azalarsa qazanc azalır. Əgər elmdən, əməldən, dəvətdən və səbirdən heç bir payı olmazsa, insanın qazancdan da heç bir payı olmur. Və müəllif rahimehullah da elbir ki, Tövhid kitabını bu cür tərtibatla gətirməsi olduqca gözəl bir tərtibatdır. Və bu bölümdə də açır ki, bəbu dua ilə şəhadət ən la ilahə illallah. Deməli, insan özündə gerçəkləşdirdikdən sonra, əksi olan şirkdən qorxduqdan sonra gəlir, la ilahə illallah şəhadətinə çağırmaq, dəvət etmək. Bu da olduqca münasibdir. Yəni, tövhidi bildikdən, fəzilətini bildikdən sonra, onun günahlara kəffara olmasını, sonra onu gerçəkləşdirməyin fəziləti gəlir və sonra əksi olan şirkdən çəkindirmək və bundan sonra isə gəlir dəvət, yəni çağırmaq Allahın yoluna, yəni tövhidə çağırmaq. Və burada keçir ki, əd-dua ilə şəhadətə ən la ilahə illallah və burada dua deyildiyi zaman dəvət nəzərdə tutulur. La ilahə illallah şəhadətinə çağırmaq və bu da tövhid kəlməsidir və buna da çağırmaq elə tövhidə çağırmaq deməkdir. Çünki bu tövhid kəlməsi sayılır. Və həmçinin bu yenə qarşıda bölüm gələcəkdir ki, fəliyəkun əvvəl mə təd'uhum ilə şəhadət ən la ilahə illallah. Və bu bölümdə hədisin içərisində gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyəcəkdir ki, deyir ki, sənin insanlara ilk çağırdığın şey la ilahə illallah şəhadəti olsun. Və başqa rəvayətdə isə gəlir ki, ilk çağırdığın Allahı təkləşdirmək olsun. İlk çağırdığın Allahı təkləşdirmək olsun. Və bununla da artıq bilinir ki, la ilahə illallah şəhadətinə çağırmaq elə tövhidə çağırmaqdır. Və həmçinin buradan nə bilinir? La ilahə illallah, yəni insana fayda verməsi sadəcə dillə onu nitq etməsinə görə deyil. Yəni mücərrəd onun tələffüz etməsinə görə deyil. Əgər insan onu gerçəkləşdirmirsə, onun məqsədini, qayəsini, tövhidi həyata keçirmirsə. Və la ilahə illallah tövhid kəlməsidir. Əgər insanın bundan olan payı mücərrəd nitq, yəni ləf tələffüzdürsə, yəni onu həyatında gerçəkləşdirmirsə, yəni ibadəti yalnız tək olan Allaha yönəltmirsə, yəni o insan onun əhlindən sayılmır. Yəni la ilahə illallah əhlindən sayılmır. Çünki la ilahə illallah əhli kimdir? Onlar tövhid əhlidir. Tövhid əhlidir. Yəni bilib əməl edənlərdir. Bilib
və onun dəlalət etdiyini ixlasla yerinə yetirənlərdir və şirkdən uzaq olan kimsələrdir və onlardır tövhid əhli. Yəni tövhid əhli sadəcə la ilahə illallah kəlməsini deyənlər deyil və yaxud onu zikir kimi la ilahə illallah, la ilahə illallah, yəni bunu etməklə tövhid əhli olmur. İnsan onu dedikdən sonra onun tələb etdiyini yerinə yetirib və onun əksi olan şirkdən çəkinməklə olur. Amma mücərrəd insanın onu dillə söyləməsi, onun mənasını bilmədən və onun dəlalət etdiyini bilmədən, onun məqsədini bilmədən və yaxud da dedikdən sonra onu pozan əməllər edirsə, onda necə o insan la ilahə illallah əhlindən ola bilər? Çünki sadəcə dili ilə nitq edir, amma əməli ilə pozur. Yəni Allahdan qeyrisini köməyə çağırır və yaxud evlad istəyir, şəfa istəyir Allahdan başqasından və Allahdan qeyrisinə qurban kəsir və Allahdan qeyrisinə sıxıntı zaman kömək istəyir, mədəd istəyir. Yəni belə insan, yəni mücərrəd dili ilə söyləsə belə tövhid əhlindən, la ilahə illallah əhlindən sayılmır. Deməli burada dua ilə şəhadətə ən la ilahə illallah, la ilahə illallah şəhadətinə çağırmaq, dəvət etmək nə deməkdir? Sadəcə insanın dili ilə söyləməsi yox, yəni əşhədən la ilahə illallah deməsi başa düşmədən, anlamadan, gerçəkləşdirmədən deyil, yəni burada nəzərdə tutulan, yəni tövhidə ixlasla çağırması, yəni dini yalnız Allaha aid edərək və şirkdən uzaq olduğu halda çağırmasıdır. Deməli, la ilahə illallah şəhadəti tövhid şəhadətidir. Tövhidin də dəlaləti iki rükunla olur. İki rükunu var. Yəni inkar və isbatdır. İnkar və isbat. La ilah inkardır, illallah isə isbatdır. Yəni ikisi də olmalıdır ki, bu tövhid olsun. Əgər onlardan biri tək olarsa, tövhid olmur. Çünki qeyd olundu ki, bəziləri sufilərdən ellər vardır ki, la ilah zikrini edir. La ilah, la ilah, la ilah, la ilah. Sonra bir onu 500 dəfə deyəndən sonra illallah, illallah, illallah. Yəni bunu tək deyərsə tövhid sayılır. Çünki la ilah deyəndə insan ibadət olunanı inkar etmiş olur və eyni zamanda Allah da inkar etmiş olur. Və illallah deyəndə Allahın varlığını isbat edir. İllallah, illallah. Yəni bu isə şərikliyi aradan qaldırmır. Yəni insan nə qədər Allah var, Allah var, Allah var desə belə, yəni bu insanı İslam'a daxil etmir. Deməli tövhid kəlməsi ikisi birlikdə olduğu zaman inkar və isbat ikisi bir yerdə olmalıdır ki, bu tövhid adlansın. La ilahə illallah. Yəni zikr edərkən də insan belə deməli, la ilahə illallah. Yəni bunu ayrıca la ilah, la ilah, sonra illallah, illallah, yəni belə deməsinin ona bir faydası yoxdur. Sonra müəllif rahimehullah dəlil olaraq bir ayə gətirir. Yusuf surə 108-ci ayə. Qul hadihi səbili əd'u ilallahi ala basiratin ana və mən ittəbə'ani və subhanallahi və mə ənə minəl müşrikin. De ki, bu mənim yolumdur. Əd'u ilallahi, Allaha çağırıram. Ala basiratin, bəsirət üzərində, ana və mən ittəbə'ani, mən və mənə tabi olanlar da elm və bəsirət üzərində çağırır. Bəsirət üzərində çağırır. Və subhanallah, mən Allahı tənzih edirəm və mən ənə minəl müşrikin və mən müşriklərdən deyiləm. Və burada Allah Teala buyurur ki, de, yəni ey peyğəmbər, hədihi səbil, bu mənim yolumdur, bu mənim məsləkimdir. Yəni məndən əvvəlki peyğəmbərlərin də məsləki və yoludur. Və peyğəmbər sallallahu aleyhi və səlləm də onları nümunə götürmüşdür, onların yolu ilə gedir. Ulaikellezine hadallah və bihudahu muqtadi. Onlar Allah Teala'nın hidayət etdiyi kimsələrdir və onların yolunu nümunə götür. Və peyğəmbər sallallahu aleyhi və səlləmin də etdiyi elə budur. Yəni özündən əvvəlki peyğəmbərlərin yolunu getməsi. Və Allah Teala buyurur: "Və laqad ba'athna fi kulli ummetin rasulan an ya'budullaha və ijtanibu tağut." Biz hər bir ümmətə rasul göndərdik ki, yalnız Allaha ibadət etsinlər və tağutdan, Allahdan qeyrisinə ibadətdən çəkinsinlər. Və həmçinin başqa ayədə Ənbiya 25-də buyurur: "Və mə arsalna min qablika min rasulin illa nuhi ileyhi ennehu la ilahe illa ana fa'budun." Yəni səndən əvvəl elə bir rasul göndərmədik ki, biz ona deməyək, yəni məndən başqa ibadətə haqqı olan məbud yoxdur, yalnız mənə ibadət edin. Yəni bütün peyğəmbərlər demək olar ki, hamısı tövhidə çağırmışdır. Deməli peyğəmbərlərin mənhəci, yolu, metodu Allaha çağırmaqdır, açıq-aşkar dəlillərlə, bürhanlarla. Və peyğəmbər sallallahu aleyhi və səlləmin də mənhəci onların ardınca getməkdir və Allaha çağırmaqdır. Və bundan sonraki dəvətçilərin də yolu belə olmalıdır, yəni bəsirət üzərində. De ki, bu mənim yolumdur. Əd'u ilallah. Allaha çağırıram, alə basiratin. Deməli, bu yol iki şeylə ortaya çıxır. Dəvətlə və bəsirət üzərində.
Dəvət və bir də bəsirət. Əd'u ilallah. Mən Allaha çağırıram, bu ixlasdır. Yəni, əd'u ilallah, yəni mən Allaha çağırıram, başqasına çağırmıram. Mənim dəvətim Allahadır. Mənim insanları çağırmağım Allahı təkləşdirmək üçündür. Dini Allaha yalnız aid edərək ibadət etmələri üçündür. Və Allaha şərik qoşmasınlar deyə çağırıram. Və Allaha ortaq tutmasınlar deyə. Mənim dəvətim bundan ibarətdir. Əd'u ilallah. Yəni, şəriki olmayan tək Allaha çağırıram. Və burada həmçinin ixlas vardır. İxlas. Deməli, kim Allaha çağırırsa, dəvəti xalis Allah üçün olmalıdır. Yəni, sonra inşallah məsələlərdə bu məsələ gələcəkdir. Deyir ki, burada ixlasa işarə vardır. İnsan dəvətində ixlaslı olmalıdır. Deyir ki, çünki bir çox insanlar haqqa çağırmaları ilə yanaşı Allaha yox, öz nəfslərinə çağırırlar. Yəni, bir çox insanlar, Muhammed Abdülvahhab Rahimullah qeyd edir ki, yəni bir çox insanlar haqqı deməklə yanaşı, haqqa çağırmaqla yanaşı Allaha yox, öz nəfslərinə çağırırlar. Yəni, dedikləri haqdır, insanları İslama həvəsləndirir, namaza həvəsləndirir, salih əməlləri həvəsləndirir, amma öz nəfsində isə özünə çağırır. Yəni, riyakarlıq var, eşitsinlər deyə, məşhur olmaq üçün və yaxud da ona tabi olanların sayı çox olsun deyə çağırır və yaxud da digər dünyavi məqsədlər olarsa, insan yəni özünə çağırılmış olur. Deməli, çağırdığı haqdır, yəni bidət deyil. Haq olan İslama çağırır, sünnəyə çağırır, salih əməllərə çağırır, haramlardan çəkindirir. Amma qəlbində olan nədir? Bunu çağırmaqla, bunu danışmaqla çox ortaya çıxmaq və tanınmaq, yəni bu kimi məqsədlərdir. Deməli, bu ayə, əd'u ilallah ayəsi ixlasa işarədir. Yəni, Allahın yoluna çağıran insan, yəni onun ardıcıllarının çox olmasını, onu dəstəkləyənlər və yaxud da layiq qoyanlar, yəni bunların çoxluğunu axtarırsa, deməli, insan Allaha yox, nəfsinə çağırmış olur. Yəni, bütün bunlara insan məhəl qoymamalıdır. Məqsədi Allahın yoluna çağırmaq olmalıdır. Və İmam Şafii Rahimullah deyir ki, وَدِدُّ لَوْ أَنَّ النَّاسَ دَخَلُوا فِي دِينَ أَفْوَاجًا وَلَوْ قُرِّضَ جِسْمِي بِالْمَقَارِضِ. Mən istərdim ki, bütün insanlar dəstə-dəstə Allahın dininə girsin, mənim bədənim kəsici alətlərlə tikə-tikə doğransa belə. Yəni, özü üçün heç nə istəmir. Və istədiyi nədir? İstədiyi insanların Allahın dininə girməsidir. Yəni, bu barədə yəni, çoxlu nəqillər də var. Yəni, onların sadiqliyinə, ixlasına və riyakarlıqdan uzaq olmalarına dəlalət edən çoxlu nəqillər vardır. Və bu da onların dərəcəsinə dəlalət edir, onların doğruluğuna, ixlasına. Və bu ayədə Allah Teala buyurur, "Qul hadihi səbili." Deyir ki, bu mənim yolumdur. Əd'u ilallah. Mən Allaha çağırıram. Alə basiratin. Allaha çağıran bu aydın oldu. Alə basiratin bəsirət üzərində. Yəni, mənim çağırışım, dəvətim elm üzərində, nur üzərindədir, dəlil üzərindədir. Yəni, mən kör-körənə çağırmıram. Yəni, Allahın dininə elm üzərində çağırıram. Və Peyğəmbərlərin də dəvəti bu olur. Peyğəmbərlər bilgi üzərində, fiqh üzərində Allahın dininə çağırıblar. Və onların ardıcılları da belə olmalıdır. Elm üzərində insanları Allahın yoluna çağırmalıdırlar. Deməli, buradan yəni, iki şey ortaya çıxır. Birincisi, Peyğəmbər sallallahu aleyhi və səlləmin tabi olanlar, onun yolunu gedənlər həm Allahın yoluna dəvət etməlidirlər və eyni zamanda dəvətləri də elm üzərində olmalıdır. Əgər bir insan Peyğəmbərin sallallahu aleyhi və səlləmin yolunu getdiyini iddia edirsə, lakin dəvət etmirsə, həqiqi onun yolunu gedənlərdən sayılmır. Və yaxud da bir insan Peyğəmbər sallallahu aleyhi və səlləmin yolunu getdiyini iddia edirsə, dəvət edir, amma dəvətini elm üzərində aparmırsa, yenə o insan Peyğəmbər sallallahu aleyhi və səlləmin həqiqi ardıcıllarından, həqiqi yolunu gedənlərdən sayılmır. Və həmçinin burada başqa bir faydalardan, bu mənim yolum Allaha çağıran bəsirət üzərində burada həm ixlas var və həmçində tabiçilik. Bunların ikisi də əməllərin qəbul olma əsası sayılır. İxlas nədir? Əd'u ilallah. Allaha çağıran buradan ixlas götürülür. Tabiçilik isə alə basiratin, bəsirət üzərində.
Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin yolu üzərində çağırıram. Ona görə insan tutduğu yol Peyğəmbər sallallahu aleyhi və səlləmin yoluna uyğun olmalı, özündən ixtiralar etməməlidir. Bəzi insanlar Qur'anla dəvət edir, sünnə ilə, ayətlərlə. ثُمَّ لَا يَجُدُ مَنْ يَتَّبِعُ فِي هَذِهِ الْآيَةِ فَيَبْدَأُ يُحْدِثُ لَهُمْ شَيْئًا. Sonra görür ki, ayətlə danışır, hədislə danışır və görəndə ki, ona tabi olanlar yoxdur, onda yeni bir şeylər ortaya çıxartmağa başlayır. Ona görə sələflər belə bir şeydən çəkindirərdilər. Deyəndə ki, nə üçün sən belə etmirsən? Deyir ki, mənə tabi olanlar olmadı. Ona görə də yeni bir şeylər ortaya çıxartdım, ixtiralar etdim ki, yəni dində mənə tabi olsunlar. Qissələr, hekayələr, yəni yuxular. Bəzən insanların dəvəti yuxulardan ibarət, yuxu danışır, qissələr danışır. Deməli, bu kimi üslublarla yəni insanları ələ almaq istəyir. Bu da doğru deyildir. Yəni belə bir şeydə bərəkət də ola bilməz. Deməli, dəvət xalis olmalı, Allah üçün olmalı və eyni zamanda Peyğəmbər sallallahu aleyhi və səlləmin yoluna uyğun, müvafiq olmalıdır. Və sonra buyurur ki, Allah-u Teala, de ki, bu mənim yolumdur. Allah'a çağırıram, bəsirət üzərində çağırıram, mən və mənə tabi olanlarda. Mən və mənə tabi olanlarda. Əd'u. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmin ardıcılları da, yolunu gedən insanlar da dəvətlərində bəsirət üzərindədirlər. Yəni, elm üzərində çağırırlar. Və subhanallah, bu təsbihdir. Mən Allahı təqdis edirəm, bütün naqis sifətlərdən uzaq tuturam, Allaha yaraşmayan hər bir şeydən Allah Teala'nı uzaq tuturam, Allahın bənzəri, oxşarı olmasından. Və subhanallah, unezzihullah demək. Subhanallah, yəni mən Allahı tənzih edirəm deməkdir. Və mən ənə minəl müşrikin, mən müşriklərdən deyiləm. Və bu da həmçinin şirkdən və əhlindən uzaq olmasını bildirir. Yəni onlar da ondan uzaqdırlar və o da onlardan uzaqdır. Deməli, burada keçən subhanallah və hədə fi tənzihullah cəllə və alə min kulli mə lə yəliq. Yəni elə bir ki, Allah Teala'nın ona yaraşmayan hər bir şeydən insanı uzaq tutması vardır. Və ən təhlükəli də Allaha şərik qoşmaqdır. Allaha ortaq tutmaqdır. Və başqa ayda Allah Teala buyurur: "Və mə qadarullah haqqa qadri vəl-ardu cəmi'an qabdatu yawmal-qiyamə vəs-semavatu matviyyatun bi-yamini subhanahu və Teala amma yüşrikun." Yəni onlar Allahı haqqı ilə lazımınca, layiqincə qiymətləndirmədilər. Yer bütövlüklə qiyamət günü Allahın ovucunda olacaqdır. Göylər isə Allahın sağ əlində bükülmüş halda olacaqdır. Subhanahu və Teala. Uca Allah münezzəhdir. Amma yüşrikun, müşriklərin, onların qoşduğu şəriklərdən Allah Teala ucadır, münezzəhdir. Deməli, bu ayə həqiqətən əzəmətli bir ayədir və burada tövhidə çağırış var və tövhidə çağırış da elm və bəsirət üzərində olmalıdır və bu da Peyğəmbər sallallahu aleyhi və səlləmin və onun yolunu gedənlərin yolu və mənhəci sayılır. Peyğəmbər sallallahu aleyhi və səlləmin yolunu gedən insanlar da belə olmalıdırlar. Həm Allaha çağırmalı və onların çağırışları ixlasla olmalı və Peyğəmbər sallallahu aleyhi və səlləmin yoluna, göstərişinə, dediyinə uyğun olmalı, yəni elm üzərində olmalıdır.